Salam qardaşlarım və əzizlərimiz, bacılarımız. Bax, bu debata baxdım. Həqiqətən də Elçin qardaşdan da Allah razı olsun. Belə bir gözəl müzakirə hazırlamış. Və müzakirədə Elşad Miri qardaşımız həqiqətən də çox gözəl cavablar verdi. Hər şey gözəl, yəni dörd dörtlük. Bircə dənə inşallah bir fikir bildirmək istəyirəm. Rikət və salat məsələsində, namaz məsələsində verilən suala Nisa surəsinin 101 və 102 və 103 ayələrini dəlil olaraq göstərir. Elşad qardaş, vallahi və billahi bu özümüzü çətinə salmaqdır. Mən məsləhət görərəm ki, siz salatın oxumaq olduğunu onlara qoyardın ortalığa. Salatın ritual olaraq əyilib qalxmaqdan ibarət olmadığını, salatın Allahın dinini təlim edib, oxuyub öyrənmək və feili şəklində isə onu öyrətmək olduğunu onların qarşısına qoyasınız. Çünki salat dəstək anlamındadır. Bir şeyi əgər kitabdırsa, onu oxuyub öyrənməklə və onu başqalarına öyrətməklə sən dəstəyi yerinə gətirmiş ola bilərsən. Bunun başqa bir anlama götürdüyün zaman iş bir-birinə dəyir. Fakt olaraq Ənkəbut 45-ci ayə, Fatir 29-cu ayə, İsra 170-ci ayə, Müzəmmil 20-ci ayə bunları açıq şəkildə ortaya qoyur ki, salat Allahın kitabını qiraət eləyərək, tilavət edərək, ona tutunaraq oxumaqla icra olunmalı bir şeydir. Vav hərfi onu izah etmək üçün vavul bəyaniyyə deyilən, vavul yəniyyə deyilən bir şəkildə gəlməkdədir. Siz bunun üzərindən danışsaydınız, çox muhtəşəm bir, hər şey dörd dörtlükdə, çox gözəldir. Təbrik edirəm, vallahi, yəni ürəklə fəxr etdim sizlə. Allah razı olsun inşallah, əlinizə bərəkət. Amma bunları bu şeyi də diqqətə qoysaz, ortaya qoysaz, salat mövzusunda rikət məsələsinə girməyib, Ənkəbut 45-i ortaya qoysaydınız, bu daha mükəmməl bir açıqlama olardı. Həc mövsümündə bir söz də deyim. Həc sözü hüccət sözündəndir, Elşad qardaşım. Yəqin ki, bu debatlar davam edəcəkdir. Həc Allah elçisinin kitabı dünyaya yayması üçün Allahın bu 4 ayda hüccət dalınca gedənlərinə həci deyilir. Onlar Allah elçisinin, sən də ora gəl, onlar da ora gəlsinlər. Bəqərə surəsi 142-dən 150-ci ayələrə kimi oxusaz, təvəlla kəlməsi valla sözü. 3 çevirib hərəkət etməyi bildirir. Ənfal surəsi 15 və 16-da döyüş zamanı düşmənlə üz-üzə gələnlərə öz arxalarına vəlla edənlər, təvəlla edənləri başqa bir qoşuna sığınmaq və yaxud da ki, yenidən toplanmaq məqsədi istisna olmaqla o vəlla edənləri Allah əzab verəcək deyir. Orada bir adam çönüb bir fərağat komandasında durmur ki, hərəkət edir. Yəni, təvəlla kəlməsi bir şeyin tərsinə, ziddinə hərəkət etmək üçün çevrilməyin, çönməyin adıdır yəni. Bunu siz Quranda araşdıranda zaten özünüz həmd olsun Rəbbimizə görəcəksiniz. Oydu ki, Allah Peyğəmbərinə, İbrahimə, insanlar arasında həcci elan ilə daşa tərəf yox, sənə tərəf gəlsinlər. Hətta İbrahim surəsi 35 və 40-cı ayəsində biz o İbrahim və onun ailəsinin bir qisminin orada yığışmağının səbəbi salatı iqamə etmək üçün yerləşdirir. Və insanların qəlbini ona meyl etdir deyir. Və biz buradan başa düşürük ki, salat üçün, yəni Allahın vəhyinin təlimi üçün və yaxud da insanlara öyrədilməsi üçün insanların ora gəlməsi şərtdir. Allah Ənam surəsi 149-cu ayədə hüccətül balığa Allaha məxsusdur deyir. Höccətləşmək söhbətini İbrahimlə özünə mülk verilən bir şəxsin arasında höccətləşmək gedir. O höccətlər üzərindən İbrahim onu mat qoyur orada. Bu höccətləri almaq üçün həccə gedənlər, yəni bugün Peyğəmbərin qadınlarla evlənmək hökmünün Quranda var. Amma bu günləri hökmü icra etmək üçün ortada Peyğəmbər qadını yoxdur ki, biz ondan çəkinməklə ayətin hökmü yerinə gəlsin. Və yaxud da ki, həc vacibdir. Amma bugün döyüş yoxdur ki, həcci icra, belə cihad vacibdir. Amma cihadı icra etmək üçün bu günləri döyüş yoxdur ki, biz cihada hökm icra eləyək. Yəni qanun yerində durur. Həcc o zaman vacibdir ki, nəbi olsun və həcci elan eləsin. Həcci elan etmək nəbiyə məxsus bir məsələdir. Və həccini elan etdiyi zaman mömin olan, iman gətirən insanlara ona gələn vəhiyləri almaq üçün həccə getməsi vacibdir.
Və orada qalıb müəyyən bir zaman ərzində ayələri mütaliə etmək, bilmədiklərini sual vermək, öyrənmək və Qur'anı mənimsəyib geri qayıtmaq. Yəni Qur'an Allah elçisinin zamanında xəttatdığını Ənkəbut 48-ə görə elçi özü etmişdir. Furqan surəsi 4-cü 5-ci ayəyə görə özü yazdığını Allah ayətdə bizə bildirir. Və hətta Qur'anın kitab halında olmasını, onların bununla razılaşmayıb onu başqa bir Qur'anla əvəz etmələrini istəməsi Yunus 15-də ortaya qoyulur. Tur surəsi 1 və 2, 3-cü ayələrdə Allah Raqqın mənşur, napmazi üzərində nəşr edilən sətir-sətir yazılmış bir kitaba and içir. Və biz bilirik ki, ən nazik şey Qur'anda heç bir ayədə cild üzərində yazı yazıldığına dair bir dənə ayət tapa bilmərik. Qur'anda bir lövhə var, yazılı şəkildə verilən lövhələrdən danışır və ona da rak kəlməsi işlənməsi absurd bir fikirdə özünüz yaxşı bilirsiniz. Və yazı yazılması üçün Ənam surəsi 7 və Ənam surəsi 91-ci ayədə kağız kəlməsini Allah ortaya qoymuşdur. Yəni kağızın nə halda alınadığını bilirlər və kitab kağıza yazılmış haldadır və bu elçi tərəfindən ortaya qoyulur. Hətta səhabələr belə hədislər vasitəsilə deyilir ki, 700-dən çox katib olubdur. Sizcə bu boyutda katib nəyə lazım idi? Qur'anın nüsxələri artırılmalıydı ki, ta elçi həcc zaman mövsümündə Qur'an yer üzünə yayılsın. Yəni mövzu həqiqətən də həcc məsələsinin mövsümünə bir əcənə lüğəti anlamı ilə höccət sözünün üzərinə gəlsək və buradan başa düşərik ki, bugün həccin vacibatı bitmişdir. Peyğəmbərin vəfatı ilə vəhyin tamamlanıb, yer üzünə yayılması və Peyğəmbərin vəfatı ilə həcc məsələsi tamamlanmışdır. Həcc hökmü ta nəbilərin hamısının zamanında vacibdir. Hər həccə gedən adam nəbinin yanına getməlidir. Nəbi hara dəvət edirsə və yaxud da Allah onu harada qərarlaşdırıbsa, insanlar onun yanına toplaşmalıdır. Məsələ buydu. Nəysə, mən Nisa surəsindən sizə ifadələrimi gətirmək istəyirəm. Nisa 101-ci ayətdə ayət buyurur ki, və nə zaman ki siz yer üzərində səfər etsəniz, belə sizin üzərinizdə heç bir günah olmaz ki, namazınızdan qəsr eləsiniz. Mis-səlat, salatınızdan qısaldasınız, kəsəsiniz. Əgər qorxsanız, şərt ədatı, kafirlərin sizə hücum etməsindən. Həqiqətən Allah kafirlərə kana lakum aduvun mubin. Həqiqətən kafirlər sizin üçün apaçıq düşmənlər oldu deyir. Bu ayətdən başa düşürük ki, qorxu vəziyyəti Allahın səlata yaxınlaşmamasını bildirir. Bu ayətin mütəşabihini mən sizə göstərim, zəhmət olmasa. Allah Bəqərə 238-də buyurur. Salatlarınızı qoruyun, salavatlar gəlir cəmdə. Salatların cəmini işarə eləyir. Burada feili də, ismi də cəm edibdir. Biz Tövbə surəsinin 99-103-cü ayəsində baxsaq, orada səllunu da gətirir, salavat sözünü də gətirir və salavatın səlluya da aid olduğunu göstərir. Və salatel vusta və xüsusən də orta salatı deyir. Orta salat da xeyirli salat anlamını verir. Xeyirli salat təlim etmək salatına daha çox yaxındır və təlim etmək üçün təqvaya əmr etmək səllu Ələq surəsinin 10 və 11-ci ayətlərinə baxdığımız zaman bunu da görmüş oluruq və ona görə də salavat kəlməsinin içində salatul vusta, yəni Allahın feili salatı özünə işlətdiyini görmüşük. Əhzab surəsi 56 və Əhzab 43-cü ayətlərində Allahın səllusu var, amma salat ismi ilə Allah üçün işləndiyini heç bir yerdə görə bilmərik. Və biz də o səllunu Nəbiyə də aid edildiyini görürük. Və bizim özümüzə də bu vacibdir ki, Nəbiyə dəstək olaq o səllu üzərindən, feili səllu üzərindən, Əhzab 56-da siz də onun üzərindən səllu eləyin deyəndə, əleyhi kəlməsindəki hi ədatını Nəbiyə də götürə bilərlər, Nəbiyə edilən səlluya da götürə bilərlər. Yəni, halbuki orada Nəbiyə edilən səllunun üzərinə götürür. Orada vasallimu taslimə sözü tam bir təslimiyyət və səmimiyyətin ifadəsini salam deyə tərcümə edirlər. Nədəndirsə, Nisa 65-də isə bunu təslimiyyət deyə tərcümə edirlər. Salam deyə tərcümə eləmirlər. Nisa 65-lə, Nisa surəsi 65-lə, Əhzab surəsinin axırındakı vasallimu taslimə sözü eyni sözdür. Baxın, görəcəksiniz bunu da. Və sözüm onda deyil. Salavatlarınızı qoruyun və qumu lillahi qanitun. Və Allah üçün nəyi pəncə divan olmağı, Allahın əmrinə istart vəziyyətində dayanmağı, əmrə hazır vəziyyətə gəlməyidir, nağarın bərpa eləyin. Bəqərə 239, xahiş edirəm, diqqət eləyin. Bunun 101 Nisa ilə çox əlaqəsi var. Və in xiftum, əgər siz qorxsanız, orada da deyir qorxsanız, burada da deyir qorxsanız, nağaracaqsınız. Fəricalən, piyada, ayaq üstə, ayaqda olsanız, rukbənə, minikdə olsanız. Neyneyin? Götürüb artırırlar ki, səlat eləyin. Ay, əziz qardaşım, harada da burada səlat sözü?
Allah Teala fə ədatını gətirirsə də, faun nəticə var. Nəticədə iza əmintum, nə zaman əminliyə çıxsaz və yaxud da o zaman ki əminliyə çıxdınız, fəzkurullaha kəmə alləməkum, beləliklə Allahın zikrini eləyin, Allahı zikr edin deyirlər. Fəzkurullah, zikr edin belə isə Allahı kəmə alləməkum, Allahın sizə öyrətdiyi şəkildə. Kimi? Mə ləm təkunu ta'ləmun, bilmədiyiniz şeyləri. Allahın sizə bilmədiyiniz şeyləri öyrətdiyi kimi Allahın zikrini edin, Allahı zikr eləyin. Allahın öydünü xatırlayın. Baxın, xahiş edirəm. Allah demir ki, sən qorxu anında, piyada və yaxud da minikdə nəysə bir iş gör. Allah deyir ki, o halda olsanız əminliyə çıxdıqda eləyin. Niyə? Çünki qorxu halı insanın sukar halıdır. Baxın, xahiş edirəm. Bir ayət də bura əlavə edək. 22-ci surənin deyək ki, 2-ci ayəsini qoyaq, götürək bura. Bircə dəqiqə. Allah buyurur ki, bu ayette yevme taravnaha tezhalu kullu murdi'an amma erza'ti. O gün görərsən ki, hər belə deyək də qadın öz əmizdirdiyini yerə qoyacaqdır. Və yəni və təza'u kullu zati hamlin hamlaha. Hər süd əmizdirən qadın öz əmizdirdiyini yerə buraxacaqdır və hər hamilə qadın öz uşağını salacaqdır. İnsanları sukar halında görərsən. Baxın, onu görəcəyiniz gün hər bir əmzikli qadın əmizdirdiyini unudacaq, hər bir hamilə qadın bətnindəkini salacaq, insanları sərxoş görəcəksən. Halbuki onlar sərxoş olmayacaqlar, lakin Allahın əzabı hədsiz şiddətlidir. Yəni insan əzabı, qorxu yaradacaq şeyləri gördüyü zaman onun sukar halını görür. Siz bu sukar kəlməsini Quranın başqa yerlərində də görə bilərsiniz. Lut qövmünə əzab gələndə də Allah deyir onlar sukar halındaydı. Yəni sukar halı insanın qorxu halını bildirir. Allah Nisa 43-də buyurur ki, ey iman edənlər, la taqrabus salah, yaxınlaşmayın salata. Yaxınlaşmayın deyir. Nəyə görə? Və antum sukara, və bir halda ki siz sukarsınız. Yəni bir adam qorxu halındadırsa bu sukar halına dəlalət edir. Hətta ta'lamu ma taqulun, ta ki nə dediyinizi bilənə qədər. Əgər salat hər gün eyni şeyi təkrarlamaqdırsa da, burada yeni bir şey yoxdursa da ta'ləmə kəlməsi mənasızdır burada. Yəni bilirəm da, təkrar nəyi biləcəm ki mən? Deməli, salat bilmədiklərinizi öyrənməyin adıdır. Ayət açıq və nətdir. Və Allah deyir, sizin anlama qabiliyyəti, şuur qabiliyyətiniz tam açıq deyilsə də, nəyinsə təlaşında və narahatçılığındadırsa və yaxud da qorxu ola bilər, xəstəlik ola bilər, qızdırma ola bilər, nə bilim bir insanın içkidən və yaxud da narkotikdən bu hala düşməsi ola bilər, fərqi yoxdur. İnsanın idraki zəifdirsə, o tam anlaqlı vəziyyətdə deyilsə də Allah deyir ki, bu hal sukar halıdır və nə dediyinizi anlamayana qədər salata yaxınlaşmayın. Biz deyirik ki, yox, qorxu halında iki yox, bir eləyəcəksən. Qardaş, ikini eləyə bilməyən adam biri nətər eləyəcəkdir? Bir adam bir dənə bir şeyi eləyirsə də, bir rikətini eləyirsə də nə var ki, ikisi bir dəqiqə vaxtını alacaqdır da, bir dənə məntiqli düşünün bunu zəhmət olmasa. Birazca düşünün nə demək istədiyimi tutacaqsınız. Yəni bu mümkündürmü ki, sən qorxu vəziyyətində deyəsən ki, Allah, yaxşı iki eləmə bir elə. Vallahi gülüşdür bu. Yəni məntiqsiz bir şeydir. Qorxu halında zaten salat yoxdur. Üzr istəyirəm. Siz bunu Bəqərə 239-da görürsünüz. Ola bilər ki, insanlar tərcümə oxuyur, onlar başa düşmür. Amma siz ərəb dilini bilirsiniz. Siz orada görürsünüz ki, Allah salat demir. Qorxu halında, minikdə və ya da piyada olduğunuz zaman nə dediyinizi üzr istəyirəm. Əminliyə çıxdığınız zaman deyir ki, nağarın, Allahın sizə əmr etdi, bilmədiklərini öyrətdiyi kimi Allahı zikr edin. Tamam yani. Allah demir ki, salat eləyin. Bir də gedə-gedə nətər ritual salat edilə bilər ki? Yəni, qorxu halında, mini üzərində hansı ayət bizə deyir ki, işarə namazı var? Quran hansı ayəsində biz işarə namazı görürük? Fikrində, beynində namaz qıl deyə bilərsən. Ümumi olaraq ritual namazda deyilən sözlər nədir ki? Quran ayələri oxunmursunuzmu? Yəni, bunu sizə ayaq üstə oxumağa hansı ayət göstərir? Rükunun əli dizə qoymaq olduğunu hansı ayət göstərir? Səcdənin alnı yerə qoymaq olduğunu hansı ayət göstərir? Bu zaman biz əgər bir salatın içindəki rükunun ritual olaraq əli dizə qoymaq deyilsə də, səcdənin alnı yerə qoymaq olduğunu göstərmirsə də, bu zaman namazda nə qaldı ritual namazda?
Namazın kökü, fundamenti üç şey üzerinde kurulur. Qiyam, ruku ve secde. Eğer bunun üçü de fiziki değilse de, biri Allah'ın emirlerine riayet etmek, boyun eğmektirse, digeri Allah'ın ayelerini doğrulamak, onu yalanlamamaktırsa da secde. Qiyam ise Allah'ın salatını iqame etmek için, bərpa etmek, ayağa kaldırmak için işlənirsə də, riayet etmək üçün işlənirsə, o işdən ötürü insanın aktivləşməyini bildirirsə də, o zaman fiziki fərağət komandasını hardan götürəcəyik? Kur'an hansı ayəsində aqimu fissalat deyilir? Erka'u fissalat deyir, uscudu fissalat deyir. Bir dənə ayət istəyirəm. Allah desin ki, namazda, salatda qiyam elə. Salatı qiyam elə deyir, salatda qiyam elə yoxdur. Aydın ne demek istedim? Allah ruku ile salatda ruku elə hansı ayette var? Secdede, salatda secde elə hansı ayette var? Yoktu bunlar. Bununla ne alakası var? Bu bizim elədiyimiz şeyin secdeyle ne alakası var? Bizim elədiyimiz rukunun Kur'andaki rukuyla hansı bir bağlamı var? Hansı bir alakası var? Vallahi bu yanlıştır. Sözüm onda değil. Allah der ki, ne dediğinizi anlamayana kadar sukar halıdır bu hal. Salata yakınlaşmayın. Anlamayana kadar da sözü yanlıştır. Ne dediğinizi bilene kadar. Ta'lamu, ilim edene kadar. Talim edene kadar. Yani dediklerinizi elmi olarak kesbedene kadar salata yakınlaşmayın. وَلَا cunuben ve ne de cunub halındayken. Cunub nedir? İnsanın boşalmadan geldiği halın zemine cunub deyilir. İnsanda sperma haric olması, insanın yüngül, ağır boşalması ve bir de kadınla cinsi münasibət teması ki, bunların cemi cunub halıdır ki, senin dəstəmazını, senin gussul deyilen üz ve ellerin yuyulması, baş ve ayakların məst edilmesini aradan kaldırır ki, bu cunub halıdır. Bu halda bu işi görene kadar salata yakınlaşmayacaksan. İlla abiren sabile. Yol ötenler istisnadır. Niye onun hükmünü ayrıca açıklayacak bir indi bu ayağın davamında? Hatta tahsulu. Ta ki gusül edene kadar. Nece gusül edim? Derim ayda 6'ya bak yine. Üzünü, yüellerini başına ve ayağına mətçək. Aydındır. Niye? Şuurun daha keskin işlensin. Bu ayetten biz başa düşürük ki, üzü yumağın, eli yumağın, başı ve ayağı mətçəkməyin temizliğe ait olmadığını, şuurun daha keskin işlemesi için Allah bunu bize göstermiş olur. Tamam, bunu da anladık. Şimdi zahmet olmasa ayetin devamını okumuram. Bakın xahiş edirəm. Allah sukar halında salata ne dediğinizi anlamayana kadar yakınlaşmayın. Biz baktık gördük ki, korku halı da insanın ne dediğini anlamayan hallarından biridir. Bakara suresi 239'da da Allah mini üzerinde ve piyada oldukta ne dediğinizi anlamayana kadar salata yakınlaşmayın dedi. Ben Nisa suresi 101'de de dedi ki, kafirlerin size hücum etmesi korkusu olsa salatınızı qəsr edin. Buradan qəsrin namazın ikisini bire salmak yok. Qəsir orada mesela gün ərzində bir insan, Kur'an'ın İsra suresi en azı 78'indesi 2 salat var. Fəcr salatı, fəcrin Kur'an'ı özdə deyir, salatı da demir. Çok güzel bir ifade işlədim Allah. Akşamın salat deyir, günün batışından gecenin karanlığı çökene kadar salatı iqam elə və bir de fəcrin Kur'an'ı şahidlidir o. Gece onunla oyak kal diyene de Fecr'in Kur'an'ının kitap olduğunu ortaya koyur. Müzzemmil suresinin ilk 5 ayesi ve sonuncu ayeleri bunu bize başa salır ki, bu elçiye nafil olarak vacib idi ve müminlere de müstehebbidir. Anlaşıldı demek istedik. Yani demek istediğim söz burasındadır ki, biz seher edilecek bir ibadetin vaktinde, salatın vaktinde, Kur'an'ın təlimi etmek vaktinde, eğer korku yaranırsa da, deyirlər ki, kitap okuyacağım diye ders namazın ne anlamı var? Kardeş, sen namazda zaten ne okuyorsan ki? Orada da ezberlediğin ayeleri okuyorsan da onun için ders namazın ne anlamı var? Onun için anlamı yok əslində. Benim dediğim için anlamı var. Bir kitabı təlim etmek için okursansa da zekanın daha keskinleşmesi, yuxuluq, yorğunluq halı, korku halının senden getmesi için yuyunursansa da bunun bir məntiqi anlamı var ki, ben kitabı təlim edeceğim. Ama ezber bildiğim yuxulu halda belə məndən soruşsalar ki, ona kadar say, ben sayarım. Yuxulu halda belə. Çünkü o nədir, mələkə eləmişəm onu. Bir adam 10 ildə namaz kılır. Da bu adama deseler Fatiha'nı oku veyahut da namazın sözlerinden yuxulu bunu deyər. Hatta o kadar ezber bilir ki, adam bəzən rükətlərinin sayını qatışdırır. 2-ci səcdə, 1-ci səcdə. Bir de onda baxır ki, namaz qutarıb dələn bu, amma neçənci rükətdə onu bilmir. Çünkü bu o kadar təkrarlayıbdır, mələkə eləyibdir. Bu ardıcıllığı gedir, harda geldi deyir. İtirir rükətinin sayını. 2'deyəm, 3'deyəm. Bakın xahiş edirəm. Allah bundan danışmır. Allah bize deyir ki, sen ders namazını alırsan, ondan ötürü kitabın təlimini daha yaxşı, Allah'ın sana Kur'an'ını okuduğun zaman zihnine daha yaxşı otuzdursun. Orada olan o gözəl sirlərini, hikmətini, hökmlərini sana vəhy eləsin, ilham eləsin, açıqlasın sana.
Çünkü Er-Rahman allemel Kur'an'dır. Rahman Kur'an'ın müellimidir, təlimçisidir deyir. Əla suresinde deyir ki, o seni okutturacak ve sen unutmayacaksın. Rabbinin dilediği şeyler istisna olmakla. Ayet var. Rabbin deyir ki, okudacak sana. Bu tek elçiye ait değil, herkese aittir yani. Oydu ki, bu ayette, bu ifadede ki, Allah deyir ki, salatınızı qəsr eləyin. Mən səhər və axşam deyir ki, 2 vaxt salat görürəm ki, kitabın təlimi, oxunmağı. Mən səhər vaxtı qorxu içindəyimsə, gəmidəyəmmi, hər hardasa minikdəyimsə, mən o qorxudan əminliyənə çıxana qədər mən salat eləməyəcəm. Və axşam vaxtı üzrə əminlik vaxtına yetişmişəm, o zaman salatımı edirəm. Gün ərzində 2 dəfə etdiyim şeyi 1 dəfəyə saldım. Məcəm bu qəsr sayılmırmı? Mütləq rikat olmalıdır və mən rikatdan qısaltmalıyam ki, qəsr ortaya çıxardım. Davam edək. 103-cü ayə. Sizə ant verirəm Allah, bu ayətdə ritual salatı Allah bizə necəysə burada rikatı kim görə bilər? Burada rükunu kim görür? Burada Məhəmməd Peyğəmbərin səcdəsini kim görür? Zəhmət olmasa bir dənə diqqət eləyin ayəyə. Və izə kunta fihim, və nə zaman sən onların içərisində olsan, fəqamtə lahumus salah, belə isə salatı onlar üçün qiyam elətdir, ayağa qaldır, bərpa elə. Fəltəqum, beləliklə nəticədə qiyam etsinlər, yəni bərpa etsinlər. Allah elçisi salatı onlar üçün qiyam etdirir, ləhum, onlar üçün qiyam etdirir. Özü üçün yox, özü zaten Allah ona vəhy etdiği zaman salat etmişdi. İndi eynin Allah'ın buna ettiğini Nəbi onlara edecektir. Onlar üçün salatı, Peyğəmbər özü üçün namaz qılmır, onlar üçün namazı bərpa eləyir. Burada əgər Nəbi də salat etməlidirsə də, nə üçün onlar deyir? Ləkum deməliydi. Özünüz üçün salatı. Belə olma, fəaqamtə ləkumus salah. Özünüz üçün salatı bərpa edin. Sizə ant verirəm Allaha. Buradakı ləhum ədatının içində Nəbini qoya bilərsinizmi? Nəbi özü salat eləməyəcək. Nəbi səllu eləyəcək burada. Mehrabda necə ki hərb məqamında, döyüş məqamında olub, insanın beynindəki sən Elşad müəllim bayaqları orada sən xurafata qarşı mehrab məqamındaydın. Səni dinləyənlər isə məscid məqamında səni dinləyirdilər. Anlayırsınız nə demək istəyirəm? Bu ifadədə Allah elçisi mehrab məqamında dayanıb, onlar məscid məqamında dayanırlar. Məscid məqamında dayan salat etmiş olar. Mehrab məqamında dayananlar isə səllu etmiş olacaqlar. Təqvaya əmr eləcək. Allah demir ki, ləkumus salah. Sizin özünüz üçün salatı iqam edin. Onlar üçün salatı iqam elə. Fəltəqum taifətum minhum ma'aka. Onlar da səninlə bərabər, onlardan olan bir tayfa səninlə bərabər neynəsin? Bərpa eləsin. Səninlə bərabər. Baxın, məktəbə müəllim girir, tələbələr üçün dərsi bərpa eləyir. Tələbələr də müəllimlə bərabər o dərsi neynirlər? Keçirlər. Yəni müəllim dərsi keçir, tədris eləyir, onlar təlim eləyirlər. وَلْيَأْخُزُوا أَسْلِحَتُهُمْ Xahiş edirəm, mənə başa salın. Əgər bir salatda ki, sən sabit, heç bir yana üzünü belə çevirə bilməzsən, baxışlarını başqa bir yerlərə döndərə bilməzsən, hərəkət edə bilməzsən, silahın nə önəmi var burada? وَلْيَأْخُزُوا əxs eləyin, götürün əslihatuhum silahlarınızı da فَإِذَا سَجَدُوا beləliklə fikir verin, xahiş edirəm Elşad müəllim, nə zaman ki səcədtum demir, siz səcdə etdikdə desəydi, elçi bura daxil olardı. Onlar səcdə etsələr. Hanı Nəbinin səcdəsi burada? Hara getdi rükû burada? Nətər olacaq bu? Nə zaman ki onlar səcdə etdilər, yəni məscid məqamında olanlar, təsdiq anlamında olanlar, İnşiqaq surəsi 20, 21, 22-ci ayələrə diqqət edin. Nə olub ona ki, onlara iman etmirlər, Qur'an qiraət edildiyi zaman səcdə etmirlər, əksinə bəl ədatı gəldiyi zaman bundan sonra gələn ondan əvvəlkinin ziddini qoyacaq ortalığa. Kafirlik edən kəslər imanın ziddidir. Yükəzzibunə yalanlayırlar ifadəsi səcdənin ziddidir. Yaxşı doğrulasaydılar nə qarmış olardılar? İman gətirib və səcdə etmiş olacaqdılar. Yəni sizə ant verirəm Allah. Nəbiyə deyir ki, onlar səcdə etsələr, yəni sənin qiraət elədiyin Qur'ana iman gətirib onu təsdiq etsələr, indi ayət döyüş ayələridirmi? Başqa bir mövzuda olan ayələrdirmi? Allahul aləm. Allah onu bilər. Amma bunlar o ayələrə səcdə etməlidirlər. فَلْيَكُونُ مِنْ وَرَائِكُمْ beləliklə nəticədə olsunlar sizin arxanızda
Bəl ta'ti taifetun uxra, beləliklə gəlsin digər bir tayfa, ləm yusallu, səllunu etməmiş kəslər. Yəni öyrətmə məqamında olmayıb, hələ səlat etməlidirlər. Amma bu səcdə edənlər indən belə nə edəcəklər? Səlatın feilini icra edəcəklər. Amma bunlar hələ nədir? Ləm yusallu, hələ səlluya yetişməyiblər. Hələ səlat etməlidirlər. Birinci mərhələ tamamlanmalıdır. Fəli yusallu ma'aka, səndən bərabər səllu eləsinlər onlar da. Buradaca feili gəldi. Feili nədir burada? Rituala götürə bilərikmi feili burada? Sizə ant verirəm Allah, əgər kimsə burada feili rituala götürürsə, mütləqdir ki, Allaha namaz qılan qoymalıdır. Özünün etdiyi namazı Allahın etdiyini bildirməlidir. Çünki yusallu kəlməsi Allah üçün işlənibdir. Allah təqvaya əmr edən səllunu edə bilər. Ələq surəsi 10 və 11-ci ayədə. Buradakı yusallu, fel yusallu ifadəsi 2 dənə ləm yusallu, fel yusallu ma'aka. Bu ifadədə səllunu sən necə rituala bağlaya bilərsən? Bu mümkün deyil. Vel ya'khuzu hizrahum, öz qorunmalarını götürsünlər. Və əsli və silahlarını götürsünlər. Və dəllezi kəfəru, kafirlərin istəyi budur ki, ləv təğfulu an əslihatikum, sizi silahsız yaxalasınlar qafil ikən. Və amtiatikum, və faydalandığınız şeylərdən qafil yaxalasınlar. Və yəmiluna aleykum meylətən vahidə, sizə bir meyl etməklə meyl etsinlər, hücum etsinlər yəni. Və la cünaha aleykum inkana bikum, sizin üzərinizdə bir günah olmaz ki, əgər olsa sizdən, əzən, çətinlikdə, əziyyətdə, min mətər, yağışdan dolayı, av kuntu mərdə və ya xəstə olmuş olsa, əntəzə əslihətə, silahlarınızı buraxmaqda, soyunmaqda. Və xuzu hizrakum, belə yenə ehtiyatınızı götürün, innəllaha əddəlil kafirinə əzaban muhinə, həqiqətən Allah kafirlər üçün alçaldıcı bir əzab hazırlamışdır, deyir. Sizi ant verirəm Allah, burada ritual namazı necə gördünüz? Burada 2 rükətli namazı necə gördünüz? Əgər bunu Abdüləziz Bayandır və yaxud da Əlxan Musayevin əmsi olan Ələsgər Musayev, özünü elçi deyən adam, burada teatr şəkili qurub bir adamı qabağa qoyur qiyam şəklində, o bu peyğəmbərdir, 4 nəfəri də arxasına qoyur, digər 4 nəfəri də startda saxlayır. O birisi adamlar orada dayanmalıdır, yoxsa postlarda dayanmalıdır. Siz gəlin bunu böyük bir qoşun üzərində eləyəyin. Bu tək qoşuna aid deyil, ola bilər ki, bir şəhərdə də qorxu yaransın. Bu günləri məsələn, Quran deyən yetərlərin çox düşməni var. Elşad müəllim, sizin də məsələn, canınız hər dəqiqə təhlükədə ola bilər. Sizə iman dediklərinizə iman gətirib təsdiq edən, doğru dediyinizi düşünən bir dəstə toplumu da deyək ki, izləyirlər. Siz bir araya toplananda nətər olacaqsınız? Bu Quran ayəsinə əməl etməyəcəksiniz. Baxın, xahiş edirəm. Yəni bu şəhərdə də ola bilər. Bu təhlükə yaranan, qorxu yaranan hər bir yerdə bu ayətlər önəmə gəlir. Silahlı çıxacağıq, ehtiyatlı olacağıq və bir yerə toplaşanda da hamımız ora girməyəcəyik, ehtiyat üçün gözətçi qoyacağıq ki, bizdən bir şey olsa biz xəbərdar olaq yəni. Hamımız içəri girəndə qorxu yaranar ki, birdən çöldə kimsə bizi gələr, neyniyər? Oydur ki, güvəndə olmalıq ki, içəridə edilən söhbətdən başqa şeyə fikrimiz yayınmasın yəni. Qorxu aradan qalxmalıdır. Bu birdən gəlməsin, bir dəstə güvəni sağlasın deyin, digərləri özlərini əminlikdə hesab etsin deyə Allah bu düsturu bunlara başa salıbdır. Çünki salat yalnız güvəndə ortaya çıxır. Güvən olmadan salat olmaz. Sükər halı yaranır yəni. Baxın, xahiş edirəm, bu qədər sadə və açıq şəkildə ayələri mən gördüyüm zaman insanlar bunu necə görə bilmirsə, bu mənə çox maraqlı gəlir. Yəni 102-ci ayətdə bunu görürük ki, bu burada ritual salat deyil axı. Nəbinin səcdəsi yoxdur. İndi təsəvvür edin, bunu 5000 qoşun, 1000 nəfər qoşundan götürək. 500 nəfər postlarda dayanıbdır. Güvənlik sağlayıb. 500 nəfər də Elşad müəllim, deyək ki, siz elçisiz arxanızda durub namaz qılır. Burada sənin səcdən hardadır? Sən nətər səcdədə gözləyirsən? Allah onlar səcdə etdi deyir. Sənin səcdən yoxdur. Yaxşı, deyək ki, sən də səcdə eləmirsən. Sən nə qədər səcdədə gözləyirsən ki, bu 500 nəfər indi ora gedənə qədər o güvənlik postunu təhvil alana, onlar qayıdıb gəlib indi dəstəmazı pozulan ola bilər, ən azı təyəmmüm etməlidirlərmi? Təyəmmüm edənə qədər, sənin arxanda o cərgəni yaradana qədər nə qədər zaman keçəcəkdir? Elə bir dəfə bunu xahiş edirəm, ən azı bir 500 nəfər üzərindən, 1000 nəfər üzərindən bir düşünün. Ümumi olaraq döyüş meydanında toplu namaz qılmaq hökmünü hardan götürürük? Cemaat namazı hansı hökmə bağlanır?
Və cəmaat namazı qılındığı zaman necə qılınmalıdır? Bunun ritual tərzini Quran hansı ayəsində başa salır? Ümumi olaraq Quranda Fatihəni qiyamda oxumağı hansı ayətə dayandırırıq? Rükuda bu zikir rükuda deyilməlidir deyə hansısa zikir göstərilirmi? Səcdədə hansısa zikri oxumağı Allah bizə göstərirmi? Səcdənin ümumi olaraq 7 əza ilə olunması və yaxud da rükunun ələ dizə qoyulmaqla gerçəkləşməsini hansı ayətinə sabit edirik? Mən məcazi olaraq dağların səcdəsi var deyir Quranda Allah. Rükû kəlməsi 13 yerdə keçir. Heç bir yerdə ritualı salatla işlənməyibdir. Heç bir yerdə. Bəzi yerdə səcdədən öncəyə gəlib, bəzi də yerdə səcdədən sonra gəlib. Səcdədən sonra gəldiyi zaman səcdə etdiyin şeylərə riayət etmək üçün gəlir. Səcdədən öncə gəldiyi zaman səcdəyə riayət etməyi ortaya qoyur. Yəni Allaha boyun əymək, gəlib Allahın ayələrini oxuyub, onu oxuduğu zaman iman gətirib təsdiqləməyi, riayət etməyə rükû işlənir. Yəni səcdə üçün rükû etmək, bir də səcdədən sonra səcdə etdiyin şeylər üçün rükû etmək var yəni. Bu qədər sadədir yəni. İndi xahiş edirəm 102-ci ayəti oxuduq. Qoy 103-ü də qeyd eləyək. Bəziləri bunun üstündən ritualı götürməyə çalışıblar və izə qazaytumus-səlah, belə isə salata qəzavət etdikdə. Qəzavət sözü Qurana baxın, hökm verib bitirməyi bildirir. Sonlandırmaq yəni. Bəziləri deyir ki, namazı qılmağa başlamaq yanlış ifadədir. Quranın bir çox ayətlərinə baxın, siz bunu bir işi başlamaq üçün işlədə bilməzsiniz. Bitirmək üçün işlədir. Cümə surəsində 10-cu ayətə baxın. Bir çox ayətlərdə qəzavət sözü keçmişdir. Əzab 37-yə baxın. 36 üzr istəyirəm. Qəzavət sözü keçmişdir. Yəni və yaxud da Taha 114-ə baxın. Allah öz hökmünü qəzavət etdikdə deyir. Tələsmə deyir Quranla. Deyən Rəbbim elmimi artır. Yəni qəzavət sözünə bir baxaq quraq bu. Necə biz onu başlamaq deyə götürməliyik? Ya hökm vermək ya da bitirmək anlamı. Bitdi, qutardı, getdi. Salata qəzavət etdikdə, yəni hökmünü verib bitirdikdə. Fəzkurullaha qiyamən, aktiv olan halda da Allah'a zikirdən bunu fiziki fərağat komandası götürürlər. Hardan götürdün ki burada qiyamən? Yəni qiyam kəlməsinə bir baxın da Quran boyu. Əqimuddin, əqimussalah, ha? Və yaxud da şahadati qiyam etdir. Burada deyir, qiyam halında ikən, aktiv olarkən yəni. Nəyin ziddidir? Və qu'ud, pasivliyin əksinə, evdə oturub döyüşə getməyənləri qu'udla ortaya qoyur. Nicaha ümidi olmayanları qu'udla, Nur surəsi, baxın xahiş edirəm 60-cı ayəyə. Baxın Ali İmran 168-ci ayəyə. Evdə oturub döyüşə getməyənlər deyir, qu'ud edənlər deyir Allah. Yəni pasivliyi bildirən bir ifadə. Qiyamın tam ziddidir. İstəyərək, könüllü şəkildə quvud edənlər. Cünub isə istəmədən pasivləşən. Məsələn, istəyirəm salat edəm, amma müəyyən səbəblər baş veribdir və mən cünub olmuşam. Məsələn, ayaq yolundan gəlmişəm demək. Bir məsələ. Və yaxud da ki, gəlirəm Allah elçinə ki, mən də döyüşə gedim, verməyə bir şey yoxdurlar, göz yaşları içərisində geyi qaydıram. Qu'ud edən könüllü getməyənlərdir. Cünub edənlər isə getmək istəyirlər, amma döyüşmək üçün bir şey yoxdur, onlar kənarda qalırlar. Yəni cünub sözüdür, qu'ud sözüdür, qiyam sözüdür. Bunu götürüb tərcümə edirlər. Bilsən Əbdülaziz Gilnətər deyib bunu. Qiyam fərağat komandasını bildirir, qu'ud səcdəni bildirir. Cünub isə rükunu bildirir. Bütün sağ və sol bədənin vestini. Qardaş, yaxşı onda niyə qu'udu cünubdan qabağa saldı Allah? Qu'ud səcdədirsə, alə cunubikum, cünub üzərinizdə, yanlarınız üzərində olsanız, ifadəsi nə anlama gələcək onda? Rükudsa niyə daldan tərsinə qoyur? Onda birinci səcdəni, sonra qalxağı təzdən. Yəni Allah bunun yozacaqlarını bildiyi üçün bəlkə də Rəbbim bunun hikməti var ki, belə qoydu. Fəizad itminantum, nə zaman nə qardız tam rahatçılığa çıxsaz, fəaqimus-salah, salatı qiyam eləyin. İnnəs-salah kana aləl müminə kitabən mevquta. Həqiqətən salat, özdə bu salat, Allahın bizdə tanıtdırdığı bir salat var Quran-ı Kərimin içində. Bu salat möminlər üzərində vaxtları ilə nə qarmışdı? Vacib, müəyyən zamanlarda vacib edilmişdi deyir. Zamanları da Allah Quranda açıq şəkildə işə və fəcr vaxtı olduğunu göstərir. Mən inşallah sözümü burada tamamlayıram. Əziz qardaşım, yenə təbrik edirəm səni. Həqiqətən Allah elminə bərəkət versin. Amma rikət məsələsində xahiş edirəm nə olar ki, Allahın ayəsinə diqqət eləyin. Belə deyim, orada heç bir problemi yoxdur. Bəzən Allah nə deyir? Bilmədiyin şeyin dalınca getmə. Qalb, göz, qulaq bunun barəsində imtihan olunacaq. Allah deyir, siz o kəslərsiniz ki, məsələn, Ali İmran 66-da bildiyiniz şeylər barəsində mübahisə edirsiniz.
höcətləşirsiniz. Bəs bilmədiyiniz şeylər barəsində niyə höcətləşirsiniz? Bilmirsiniz ki, deyir. Allah bilirsiniz isə bilmirsiniz. Necə deyir ayə? Bir dənə üzr istəyirəm. Baxın 3.66 və bir də 61.2 qoyaq da. Qoy bir dənə fikir və xahiş edirəm. Ali İmran 66. Deyir, hə entum haulay hacactum fi ma lakum bihi ilmun. Bax siz bu kəslərsiniz ki, beləsiniz ki, höcətləşirsiniz. Sizin fima o şeylərdə ki, sizin üçün ona dair bir elm vardır. Fəlimə tuhaccuna fi ma laysa lakum bihi ilmun. Bəs elminiz olmayan şeylər barəsində niyə höcətləşirsiniz? Vallahi ya'lemu və bir halda ki, Allah bilir və entum la ta'lemun. Siz bilmirsiniz. Bir dənə də bu ifadəni istədim oxuyam. Ya eyyuhellezine amen lima taqulu ma la tef'alun. Ne için etmediğiniz bir şeyi danışırsınız deyir. Yani ne olur araştırağın, edək. Yani bir ərdə edəyin, ondan sonra danışaq. Və deyir ki, kebura maktan indallah. Allah yanında nifrətlə qarşılanır. En tekulu ma la tef'alun. Etmediğiniz şeyləri danışmağınız. Yani demək istədiyim budur ki, biz kardeşim buna baxmalıyıq. Əgər vallahi bilmədiyimiz şeyləri danışırıqsa da, bu etmediğimiz şeyləri danışmaq anlamına gəlir. Fərqinə varmadığımız şeyləri danışmaq anlamına gəlir. Və Taha surəsi 114-də xahiş edirəm, əməl eləyən, yəni bizə vacib deyil ki, biz elə hər şeyi biz bilək. Biz hər şeyi bilmək Allaha məxsusdur. Biz buna iman etmişik. Allah deyir ki, fətəal Allahul məlikul haqq. Ucadır Allah, malik olan, haqq olan Allah ucadır. Nəticədə və la tec'al bil Qur'an min qabl an yuqza ileykə vahyuhu. Allah öz hökmünü sənə bildirip bitirmeden önce Kur'an'la tələsmə və qul Rabbi zidni ilmən. Dənə Rabbim ilmimi artır. Tələsmək lazım değil. Allah elsinə Əraf surəsi 203-cü ayətdə, qoy biraz silək yer açılsın. 203-cü ayətdə nə deyir? Əraf 7.203. Bakın xahiş edirəm. Önemli bir ifadə. Və izlə ləm tə'tihim bi ayətin. Bir ayə gəlmədikdə qalu ləvla İçtəbəytə ki, onun üzündən dərləyib toplayaydı. Qul decinən innəmə əttebiyu ma yuha eləyyə min Rabbi. Mən yalnız Rəbbimdən mənə nə vəhiy olunursa ona tabi oluram. Həzə bəsayru min Rabbikum. Bu Rəbbimdən olan bəsirətlərdir və hidayətdir və rəhmətdir. İman gətirən bir toplum üçün. Baxın, Allah elçisi belə susur. Hətta yanındakiler narahat olur ki, keşke bunu özündən dərləyib, toplayıb, seçib bir şey deyəydi. Deyirdən mən vəhiyyə tabiyəm. Mən əminəm ki, heyz barəsində soruşulduğu zaman elçi susubdur ki, cavab verməyibdir ki, Allah deyir səndən soruşurlar denən bu. Ruh haqqında soruşurlar, susubdur ki, Allah deyir səndən ruh haqqında soruşurlar denən ruh budur. Yəni Allah elçisinə və yaxud da de əmrini götürsək, bir şey ki, soruşublar ki, Allah deyir indi sən denən, yəni susub sonra cavab veribdir. Əminəm ki, Allah elçisi əsla tələsməzdi. Bu barədə mənim bir bilgim yoxdur. Mənə bir vəhiy gəlməmişdir. Ona görə sizə cavab verə bilmərəm. Rəbbim buna, bu sualınıza uyğun bir cavab göndərsə, mən onu sizdən paylaşacağım. Bu qədər yəni. Sizin dediyiniz, mən bu barədə hələ araşdırma içindəyəm. Ona görə bu barədə fikir söyləmək istəmirəm. Bir kəlmə yəni. En azından vallahi ve billahi salatın rikətinin əlaqəsi yoxdur. Vallahi ve billahi bu cür qılınan namaz Allah'ın dediği namaz değil. Xahiş edirəm, əgər biz əs-salat üzərindən mövzunu ələ almalı olsaq, 19-cu surənin, baxın xahiş edirəm, 59-cu ayəsində əs-salatı zayi etdilər deyir. Və Allah nə deyir? Deməli, Məryəm surəsinin succeden ve bukuyan ve halefe min ba'dihim halfun aza'as salat. Müəyyən salatı zayi ettiler deyir. Yani sen deyirsən, bu salat bize mutavatir yolundan gelip Allah deyir o salatı zayi ettiler. Yani bu ayette de es-salattır. Ve ben keçən mövzumda, baxın Kur'an'da Allah deyir ki, o kəslər ki, salatı iqamə edər və zəkatı əta edər. Əgər biz es-salatı ritual, mütavatir olarak Elşad müəllim keçən səfərki ayətin sözlərindən bir iki fikir əlavə etmək istədim. Buradadır ki, ona da inşallah diqqət edərsiniz. Desək ki, əs-salat əgər mütavatir olarak Musadan, İsa'dan da gəlibdi, o devrin toplumlarında da var idi, əz-zəkat da var idi. O da əl-ədatı ilə gəlib. O zaman mütavatir olan zəkatı niyə götürməyək ki? 40'da biri götürək də. Niyə deyək ki, Qur'anda Allah bunu belə qoymayıbdır? Əgər biz əz-zəkatı Qur'andan kənara çıxartmırıqsa da, əs-salatı niyə Qur'andan qırağa çıxardırıq əl artikilinə görə?
En azından heç də demirəm. Allah der ki, o kəslər ki, salat iqamə edər və zəkatı əta. Hər ikisində də əl artıqı ilə gəlir. Xahiş edirəm, əgər sən salatı bir gün cəmiyyətin elədiyi rituala bağlayırsansa da, niyə əz zəkatı da cəmiyyətin elədiyi zəkata bağlamayaq ki? Yəqin ki, bu sözüm inşallah səmimi qəbul edərsiniz. Vallahi sizi sevirəm. Allah şahiddir ki, sizə hörmətim var. Haqqı deyirsiniz, çox şeyi doğru deyirsiniz. Hər bir insanın qüsuru ola bilər. Mənim də qüsurlarım var. Vallahi mən bunu sizə öyrətmək kimi demirəm. Kiçik bir qardaşınız kimi, nə bilim, bir dostunuz kimi, sizi sevən bir mömin qardaşınız kimi bu sözləri deməyi özümə borc bilirəm. Deyirsiniz ki, bunu mənə şəxsi də deyə bilərsiniz. Bunu niyə ümumi də deyirəm? Qoy cəmaatımız da bəhrələnsin. Qoy görsün ki, biz səmimi insanlarıq. Qoy görsün ki, bizim fərqi yoxdur bizim. Biz kimdən bizim çəkinəcəyimiz yoxdur. Bu bir eyib deyil, normal bir şeydir yəni. Mən danışdığım kimi, hər kəs də mənim səhvimi göstərmək üçün bir video çəkib görsə, vallahi mən ona da təşəkkür edərəm. Normal bir şeydir. Məsələn, bir dənə mənim şeyimdə var, səhifəmdə paylaşmışam. Mənlə TikTok üzərindən, WhatsApp üzərindən zəng edib, səsimi zaps eləyib, sonra da həmən səsi götürüb adam paylaşmışdır. Onu da inşallah, qoy bizə dəqiq istəsiniz, onu da sizə göstərim burada. Yəni, istəyən adamlar həmən... Üçüncü ekspertimiz məşhur... Baxın, xahiş edirəm. Baba, burada mənim bir videom var. Bu video. Bu videom Elçin adında Sumqayıtdan olan bir şəxsin çəkib hazırladığı və mənim əleyhimə güya qoyduğu bir videodur. Videoda danışdığım xoşuma gəldi. Mən hətta həmin adama təşəkkür elədim ki, mən bu səs yazmamı zaps eləmişsən və qoymuşsan. Halbuki o mənə heç demədi ki, sənin səsini yazıram, nə inirəm. Yəni, nə icazə istəmədi, nə halallıq almamışdı, nə razılıq almamışdı. Mən danışıram, elə biləm ki, ikimiz arasında söhbət gedirik. Mənə suallar verir, cavab verirəm. Sonra bu videonun üzərindən götürdü, mənə paylaşdı Facebookda, nə bilim, YouTube'da paylaşdı, Facebookda yox. YouTube'da paylaşdı, Instagram'da paylaşdı, WhatsApp'da qruplara paylaşdı ki, Xəyyam ritual namaz qılan Quran yetər qardaşlarına kafir deyir. Belə bir mövzunu mən amma elə bir söz nətər demişəm, indi səsə qulaq asanlar bilir. Görəcəklər. Bu videonu paylaşmışam mən qaytarıb burada. Halbuki mən bu əleyhimə paylaşıbdı. Mənim əleyhimə olan videonu paylaşmışam mən. Ya mənim üçün mən bu şeylərə səmimi baxıram. Düşünürəm ki, mənim bu danışığımı da, bu paylaşımımı da səmimi qəbul edəcəksiniz. Sizi Allaha tapşırıram, Allaha əmanət olasınız, Allahın nəzərində olasınız. Allah inşallah səmimisizsə əminəm ki, haqqı görəcəksiniz. Əsas odur ki, Allahla aramızı səmimi tutaq. Allaha qarşı hiləgərlik olmaz. Allahı aldatmağa çalışmayaq. Təəssübkeşlik eləməyək. Allaha qarşı dürüst və səmimi olan insanları Allah haqqı göstərir. Vəssalamu aleykum və rəhmətullah. Allah sizdən razı olsun. Esselamu aleyküm ve rahmetullah.